Salam səhifəmizin dəyərli izləyiciləri. Bugün sizə sobalarda 10 proqramlı sobalarda proqramlar haqqında ümumi məlumat verməyi düşünürəm. Birinci proqramımız bizim işıq rejimidir. Bütün sobalarda olduğu kimi sadəcə sobanın işığını yandırmaq üçün istifadə olunur. İkinci proqramımız buz açma rejimidir. Buzlu toyuqların, ətlərin soyuducudan çıxardıqdan sonra sobaya qoyulub, sobada dərəcəni və dəqiqəni uyğun olaraq seçdikdən sonra həmin sobada buz açma rejimindən istifadə edə bilirsiniz. Üçüncü proqramımız sadəcə və sadəcə üst spiralın istifadəsi üçündür. Sadəcə bu proqramı qoşduqda üst spiral istifadə olunur və ona uyğun hər hansı bişirəcəyiniz şirniyyatımı, yeməyimi ona uyğun özünüz seçimini etməlisiniz. Alt spiral bu proqramda isə sadəcə alt spiraldan istifadə olunur və eyni zamanda öz-özünü təmizləmə funksiyası kimi də istifadə etmək mümkündür. Öz-özünü təmizləmə funksiyası dedikdə, yəni belə izah edeyim sizin üçün. Öz-özünü təmizləmə funksiyasında bu proqram seçilir. Dəqiqə 40 dəqiqəyə seçilir. Dərəcə isə maksimum 280 dərəcəyə qaldırılır və tavalar götürüldükdən sonra da içi boş şəkildə olduqda sobanın içərisinə dəmir qabda suyu qoyulur və 40 dəqiqədən sonra içəri tam parlanmış şəkildə olduqda həmin o əski ilə parın divarlarını, sobanın divarlarını silib təmizlədikdə həmin yağ ləkələri, yağ quruları artıq orada qalmadığını görəcəksiniz. Bunun aşağısındakı proqramımız isə üst və alt spiralın eyni anda istifadə olunmasıdır. Digər proqramımız üst spiral və fan motordur. Fan motorda bildiyimiz kimi içəridə istiliyin paylanması üçün istifadə olunan bir rejimdir. Digər proqramımız alt spiral və fan motorunun eyni anda istifadə olunmasıdır. Onun üstündəki proqramımız isə üst və alt spiral və fan motorunun birlikdə istifadə olunmasıdır. Ondan yuxarıdakı proqramımız grill, izqara və yaxud da toyuq çevirmədə deyirlər. O proqramlar üçündür. Ən sonuncu proqramımız isə fan motorun özünün turbo rejimdə işləməsidir. Yəni fan motor orada özünün qırağında olan spiraldan həm istiliyi yayır, həm də sürətli rejimdə işləyir. Digər funksiyalarda bu digərlərində, digər proqramlarda sadə rejimdə işlədikdə, buradakı proqramda isə maksimum turbo rejimdə fəaliyyət göstərir.